10-cu siniflər üçün təşkil etdiyi sınaq imtahanında istifadə olunan sualların izahına baxırıq. Birinci sual, B parametrinin hansı qiymətində 3x çıxılsın B böyükdür bərabərdir 2 vurulsun x üstəgəl B bərabərsizliyinin ən kiçik həlli 12 olar. Və belə yazırıq. 3x çıxılsın B böyükdür bərabərdir 2 vurulsun x üstəgəlinsin B. 3x çıxılsın B böyükdür bərabərdir 2x üstəgəl 2b. 2x'i keçirdik bu təyə oldu x. B-ni keçirdik sağa böyükdür bərabərdir 3b-dir. Burada B-nin yerinə 4 qiymətini yazmalıyıq ki, ən kiçik həlli 12-yə bərabər olsun. Doğru cavabımız A variantı oldu. İkinci sual. ABCD düzbucaqlısında AY tən böləninin uzunluğu 8 kök altında 6-dır. CDY 30 dərəcədir. DY parçasının uzunluğunu tapın. Deməli, AY tən bölən olduğundan bura 45 dərəcədir. CDY 30 dərəcədirsə, onda YDA bucağı da 60 dərəcə olar. Sinuslar teoremini tətbiq edəcəyik. X bölünsün sinus 45 bərabərdir 8 kök altında 6 bölünsün sinus 60. Deməli, bunu yazdıq. Sinus 45 1 bölünsün kök altında 2 deyəni olacaq. X vurulsun kök altında 2 bərabərdir 8 kök altında 6 vurulsun. Sinus 60 da kök altında 3 bölünsün 2 deyəni 2 bölünsün kök altında 3 oldu. Kök altında 3-dən kök altında 6 getsə, kök altında 2 qalır ki, burayla ixtisar olsa, bu da x bərabərdir 8 vurulsun 2, yəni 16 olar. Doğru cavab Y variantı. Üçüncü sual, bir-birindən fərqli ABC rəqəmlərinin cəmi sadə ədəddir. M ədədinin neçə müxtəlif sadə vurğu olar? Deməli, M ədədinin açılışını yazsaq, 100A üstəgəlinsin 10C üstəgəl B üstəgəlinsin 100B üstəgəl 10A üstəgəlinsin C üstəgəlinsin 100C üstəgəl 10B üstəgəlinsin A. Bu da belə olar da 111 A üstəgəlinsin B üstəgəlinsin C. 111 də 3 vurulsun 37-dir. Bu da A üstəgəl B üstəgəlinsin C-dir. 3 sadə ədəd, 37 sadə ədəd, A üstəgəl B üstəgəl C də sadə ədəddir. Bizə də müxtəlif sadə vurğuların sayı lazımdır. Doğru cavabımız A variantı oldu. A, B əks ədədlər. CD isə qarşılıqlı tərs ədədlər olarsa, A üstəgəl B üstəgəl CD ifadəsinin qiymətini tapın. Əks ədədlərin cəmi 0-a, yəni A üstəgəl B bərabərdir 0-dır. Tərs ədədlərin hasili isə 1-ə bərabərdir. 0 üstəgəlinsin 1 bərabərdir 1. Doğru cavab B variantı oldu. 5-ci sual, ABC üçbucağının daxilinə mərkəzi O nöqtəsində olub və bu üçbucağın BC tərəfinə N nöqtəsində toxunan çevrə çəkilmişdir. Deməli, çevrə çəkilib üçbucağın daxilinə. Və bu da BC tərəfidir. Bura olsun A, B, C. O nöqtəsi N nöqtəsində toxunur. Bu 90 dərəcədir. Çünki radius toxunana toxunma nöqtəsində perpendikulyar olur və ON AB-yə paraleldir. Bu ikisinin paralelliyindən alırıq ki, burada 90 dərəcədir. Onda nə alırıq? Düzbucaqlı ABC üçbucağı, bucaq A ilə bucaq C iti bucaqlardır. İti bucaqlarında cəmi düzbucaqlıda 90 dərəcəyə bərabərdir. Onda bucaq A, yəni 3 alfa çıxılsın 20. Üstəgəlinsin bucaq C, yəni alfa üstəgəl 10 bərabərdir 90-dır. 4 alfa bərabərdir 100 oldu. Alfa da bərabərdir 25 dərəcə. Doğru cavab Y variantı. 6-cı sual. M parametrinin hansı müsbət qiymətində vektorun uzunluğu 3-ə bərabərdir? Vektorun uzunluğu kök altında 3 kvadratı üstəgəl M kvadratı bərabərdir 3. Hər tərəfin kvadratı yüksəltsək, 3 üstəgəlinsin M kvadratı bərabərdir 9, M kvadratı bərabərdir 6, buradan da M bərabərdir kök altında 6 olar, müsbət qiymətini istəyir deyənə doğru cavab oldu Y variantı.
7-ci sual, mərkəzi O nöqtəsində olan çevrədə AB bərabərdir CD, o da bərabərdir 8. OM perpendikulyardır AB, onda bunu böldü 4 məsafələrinə. OM perpendikulyardır CD və OM bərabərdir 2M çıxılsın 1. OM bərabərdir M plus 1. Olarsa çevrənin uzunluğunu tapın. Deməli, vətərlər eyni uzaqlıqdadır deyənə OM məsafəsi ilə ON məsafəsi bir-birinə bərabərdir. Yəni 2M çıxılsın 1 bərabərdir M üstəgəl 1-dir. M-i keçirdim bu izə bərabərdir 2 aldım. Belə çıxır ki, ON məsafəsi 3-ə bərabərdir, OM də 3-ə bərabərdir. Bizə uzunluğu tapmaq üçün radius lazımdır. Bu perpendikulyarlıqdan Pifagora görə tapırıq ki, R kvadratı bərabərdir 3-ün kvadratı üstəgəl 4-ün kvadratı. Yəni R də bərabərdir 5 olur. R-i 5 tapdıq. Bizə çevrənin uzunluğu lazımdır. 2πr, bu da bərabərdir 2 vurulsun pi vurulsun 5 bərabərdir 10 pi. Doğru cavab B variantı oldu. 8-ci sual. A 0 ilə 1 arasındadır. A kvadratı üstəgəl 1 bölünsün A kvadratı çıxılsın 2 çıxılsın 1 bölünsün A ifadəsini sadələşdirmək lazımdır. Kök altında A çıxılsın 1 bölünsün A'nın tam kvadratıdır. Bu da çıxılsın 1 bölünsün A. Kök altında A kvadratından modul A çıxır. Modulda A çıxılsın 1 bölünsün A çıxılsın 1 bölünsün A. A 0 ilə 1 arasında yerləşən ədəd olduğuna görə bu modulun daxili mənfi olacaq. Modulun daxili mənfidirsə, onda əksi çıxır. Yəni 1 bölünsün A çıxılsın A çıxılsın 1 bölünsün A'dır. Bunlar islah oldu. Mənfi A qaldı. Doğru cavab Y variantı oldu. Bunun mənfi olduğunu belə də yoxlaya bilərik. Tutaq ki, A 0 ilə 1 arasında 2-də 1-dir. 2-də 1-i tərsi də 2-dir. Bir-birindən çıxanda mənfi ədəd alındığı göründü. 9-cu sual. M nöqtəsi ABCD paralelogramının BC tərəfi üzərində yerləşir. BD diaqonalı AM parçasını O nöqtəsində kəsir. Perimetri MOB bölünsün perimetri AOD bərabərdir 3 bölünsün 5 olarsa BM bölünsün CM nisbətini tapın. Deməli, 3 bucaq BOM oxşardır 3 bucaq AOD-yə. Onda perimetrlərin nisbəti ilə tərəflərin nisbətinə bərabər olardı. Bura 3K-dırsa, bura 5K-dır. Onda qarşı tərəflər bir-birinə bərabərdir deyənə MC məsafəsi 2K-ya bərabər olar. Bizə də lazımdır BM bölünsün CM. Bu da bərabərdir. BM oldu 3K, CM oldu 2K. K'lar ixtisar getdi. 3 bölünsün 2 bərabərdir 1,5. Doğru cavab Y variantı. 10-cu sual. A parametrinin hansı qiymətində tənliyin həqiqi kökü yoxdur? Tənliyin həqiqi kökü yoxdursa, diskriminantı 0-dan kiçik olmalıdır. Diskriminantını tapırıq. A kvadratı çıxılsın 4 vurulsun 3 vurulsun 12 kiçikdir 0. Bu da A çıxılsın 12. A üstə gəlinsin 12 kimi vurğularına ayrıldı. Mənfi 12 və 12-dir köklər böldüyü intervallara. 0 qiymətini versək, mənfi işarə alar, müsbət, müsbət. Bizə lazımdır 0-dan kiçik hissə, mənfi 12-dən 12-yə kimi daxil olmamaq şərti ilə. 11-ci sual. Sinifdəki şagirdlərdən yalnız musiqi dərnəyinə gedənlərin sayı, yalnız idman dərnəyinə gedənlərin sayından 4 nəfər azdır. Hər iki dərnəyə gedən şagirdlərin sayı, yalnız idman və yalnız musiqi dərnəklərinə gedən şagirdlərin saylarının cəminə bərabərdir. Bu sinifdəki şagirdlərin 3 nəfəri heç bir dərnəyə getmirsə, sinifdə ən azı neçə şagird olar? Deməli, bura oldu musiqi dərnəyi, burada oldu idman dərnəyi. Musiqiyə gedənlərin sayı, idmanla gedənlərin sayından 4 nəfər azdır. Bura x olsa, bura x üstəgəl 4 olar. Hər iki dərnəyə gedənlər ikisinin cəmidir, yəni 2x üstəgəl 4-dür. Və 3 nəfər heç bir dərnəyə getmir. Cəmi yazaq görək nə qədər oldu. X üstəgəlinsin 2x üstəgəl 4 üstəgəl x üstəgəl 4 üstəgəl 3-dür.
Bu da oldu 4x üstə gəlinsin 11'dir. En az değer diyene x'in yerine 1 yazmış olsak sınıftaki şagirdlərin sayı 15'e beraber olar. 12. sual. Tənliyi həll edin. Buradan sinus 3x bərabərdir 2'də 1'dir. Sinus x bərabərdir a tənliyinin həllində deməli olur mənfi 1 üstündə k arc sinus a üstə gəlinsin pi k'dır. Bu da oldu 3x bərabərdir mənfi 1 üstündə k arc sinus 2'də 1 yəni pi bölünsün 6 üstə gəlinsin pi k'dır. Buradan da x bərabərdir mənfi 1 üstündə k pi bölünsün 18 üstə gəlinsin pi k bölünsün 3. Doğru cevap oldu B variantı. 13. sual. 3 eyni tarix kitabı və 4 eyni riyaziyyat kitabı üst-üstə qoyulduqda onların ümumi hündürlüyü 54 cm olur. Əgər tarix kitablarından biri çıxarılıb yerinə eyni növdən olan bir riyaziyyat kitabı qoyularsa, kitabların ümumi hündürlüyü 3 cm artar. Bir riyaziyyat kitabının hündürlüyünü tapın. Deməli 3 tarix kitabı üstə gəlinsin 4 riyaziyyat kitabı bərabərdir 54 cm. Bir tarix kitabı çıxarıldı, qaldı 2. Eyni riyaziyyat kitabı gətirildi, oldu 5 dənə. Bu oldu 3 cm artdı. 54 üstə gəl 3 oldu 57. Riyaziyyat kitabının hündürlüyünü tapmaq lazımdır deyənə deməli yuxarına vurdum 2'ye aşağına vurdum 3'e. Oldu 6 t üstə gəlinsin 8r bərabərdir 108. 6 t üstə gəlinsin 15r bərabərdir 171. Aşağıdan yuxarını çıxsaq bunlar getdi. 7r bərabərdir 63. R də bərabərdir 9 cm olar. Doğru cavab Y variantı. 14. sual. Sinus kvadratı 17 üstə gəlinsin 2'də 1 vurulsun. Bu 34'ü 2 vurulsun 17 kimi yaza bilirik. Kosinus 2 alfadır. Bunun da açılışlarından biri 1 çıxılsın 2 sinus kvadratı 17'dir. Üstə gəlinsin 2'də 1'dir. Sinus kvadratı 17 üstə gəlinsin 2'də 1 çıxılsın sinus kvadratı 17 üstə gəl 2'də 1. Bunlar getdi. 2'də 1 üstə gəl 2'də 1 1'ə bərabər oldu. Doğru cavab B variantı. 15. sual. İlk 21 həddinin cəmi 630 olan AN ədədi silsiləsi üçün A11'i tapın. S21 bərabərdir. A1 üstə gəlinsin A21 bölünsün 2 vurulsun 21 bərabərdir 630'dur. A1 üstə gəl A21 bölü 2 bizə elə A11'i verir. Vurulsun 21 bərabərdir 630. A11 bərabərdir 30 olar. Doğru cavab Y variantı. 16. sual. Funksiyanın təyini oblastını tapın. Həm kök altı həm də məxrəci deyənə kökün altındakı ifadə x kvadratı üstə gəl x üstə gəl 1 böyükdür 0 olmalıdır. Köklərin tapmaq üçün diskriminantını təyin edək. 1 çıxılsın 4. Bu 0'dan kiçik ədəd oldu. A'sı isə 1'dir. Demək A böyükdür 0, D kiçikdir 0 oldu. Bu həmişə müsbət deməkdir. Həmişə müsbətdirsə həmişə mənası var. Doğru cavab C variantı oldu. 17. sual. Çoxluğunun elementləri arasından təsadüfi olaraq seçilmiş iki elementin cəminin 5'ə bərabər olması hadisəsinin ehtimalı. Demək mümkün halları tapırıq. 5 ədəd arasından 2 qruplaşdırsaq, kombinizon 5'dən 2, 5 vur 4 bölünsün 2, 10'a bərabərdir. Əlverişli halları təyin edək. Əlverişli hallar 1 və 4, 2 və 3'dən başqası yoxdur. Deməli, hadisənin ehtimalı bərabərdir. Əlverişli hallar 1, 2, mümkün hallar isə 10. Bu da bərabərdir 0,2. Doğru cavab B variantı. 18. sual. Gücü eyni olan 6 traktor müəyyən sahəni 8 saata şumlar. Eyni gücdə olan 8 traktor bu sahənin yarısını neçə saata şumlayar? Hamısını x saata şumlayar. X ilə bərabərdir 6 saat olar. Hamısını 6 saata şumlayırsa yarısını da 3 saata şumlamış olarlar.
19-cu sual, məhsulun qiyməti əvvəlcə 20% artırılır, sonra isə yeni qiymət 15% endirilir. Demək, məhsulun qiyməti x-dir, 20% artırdım, 1,2-yə vurdum, 15% azaltdım, yəni 1,85-ə vurduq. Bərabərdir 408 manat oldu. Demək, x vurulsun 12, vurulsun 85. 1 0 buradan, ikisi də buradan, bu da bərabərdir 408 vurulsun 1000 oldu. 85 ilə 408-i 17-yə ixtisar apardıq. Burada 5 qaldı, burada 24 qaldı. 12 ilə 24-ü ixtisar apardıq. 1 qaldı, 2 qaldı. 1000 ilə də 5-i ixtisar aparsaq, burada 200 qaldı. X bərabərdir 2 vurulsun 200, bu da 400 manat edər. Doğru cavab D variantı. 20-ci sual, ifadəni sadələşdirin. Dövrü kəsir olduğundan yazacağıq 99-da AB üstəgəlinsin 99-da BA bölünsün A plus B. Açılışını yazsaq 99-da 10A üstəgəl B, 10B üstəgəl A. 11 A üstəgəlinsin B'dir. Bu da A üstəgəl B. Bunlar getdi. 11-ə ixtisar aparsam 9-da 1. Doğru cavab Y variantı. 21. Fərqi pi bölünsün 8 olan qonşu bucaqlardan böyüyünü tapın. Alfa çıxılsın beta bərabərdir pi bölünsün 8. Alfa plus beta bərabərdir pi, yəni 180-dir. Qonşu bucaqların cəmi 180 olduğundan. Tərəf-tərəfə topladıq. 2 alfa bərabərdir. Deməli, pi üstəgəl pi böl 8. Bu bizə verəcək 9 pi böl 8-i. Hər tərəfini 2-yə bölsək, 9 pi bölünsün 16 alarıq. Doğru cavab C variantı. 22-ci sual. M çoxhədlisinin dərəcəsi 3, N çoxhədlisinin dərəcəsi isə 4-ə bərabər olarsa, çoxhədlisinin dərəcəsini tapın. Deməli, burada M-in yerinə x kvadrat, x kubu qoysaq oldu 6, 4 üstü 3 də oldu 12. Toplasaq bu oldu 18. Bu ikinci vurğunu yoxlayırıq. Deməli, M kubu oldu 9, N kvadrat oldu 8, bu da oldu 17 cəmi. Bizə isə çoxhəllinin dərəcəsi lazımdır. Cəmdə dərəcəsi daha yüksək olanın dərəcəsi olurdu. Çoxhəllinin dərəcəsi oldu 18, doğru cavab D variantı. 23-cü sual. A çıxılsın B 2-dir, A çıxılsın C 6 olarsa, ifadəsinin qiymətini tapın. Birinci ikisindən A-nı çıxartdıq mötərizə xaricinə, C çıxılsın A. İkinci ikisindən B-ni çıxartdıq, mənfi B-ni. C çıxılsın A qaldı, bölünsün, C çıxılsın B. Bu da bərabərdir. C çıxılsın A-nı çıxartdıq mötərizə xaricinə, A çıxılsın B qaldı. Aşağıda da C çıxılsın B. C çıxılsın A-nın yerinə mənfi 6 yaza bilərik, əks işarədir. A çıxılsın B-nin yerinə isə 2 yazacağıq. Buradan da C çıxılsın B-ni təyin edirik. C çıxılsın B-ni belə təyin edək də. Buradan C bərabərdir. A çıxılsın 6-dır. Gətirib yerinə yazsaq. A çıxılsın 6 çıxılsın B. Mənfi 12 bölünsün. A çıx B çıx 6. A çıx B də bizə 2-ni verir. Verilib burada deyənə. Mənfi 12 bölünsün 2 çıx 6 bərabərdir. Mənfi 12 bölünsün mənfi 4 bərabərdir 3 olar. 24-cü sual. ABC 3 bucağında AB 9, AC 15, kosinus bucaq A. Buna bir alfa deyək. Kosinus alfa bərabərdir 5-də 3 olarsa, bu üç bucağın sahəsini tapın. Demək, sahə üçün bizə sinus lazımdır. Buradan sinusu təyin edək. Sinus alfa bərabərdir. Kök altında 1 çıxılsın kosinus kvadratı alfa. Kök altında 1 çıxılsın 25-də 9. Kök altında 25-də 16. Bu da bərabərdir 5-də 4. Deməli, 5-də 4-ə bərabər oldu sinusu. Onda sahəni hesablayırıq. A vurulsun B vurulsun sinus alfa bölünsün 2. Bu da bərabərdir 2-də. Bunu 2-də 1 kimi qarşıda yazaq. A'sı 5, B'si A'sı 9, B'si 15. Sinus alfası da 5-də 4.
2 ilə 4 getdi. 2, bu da 3. 3 dəfə 2, 6, 6 dəfə 9, 54 olar. 25-ci sual. A üstəgəl 1 bölünsün A bərabərdir 3 olarsa, ifadəsinin qiymətini tapın. Demək, bunun hər tərəfini kvadrata yüksəltdim. A kvadratı üstəgəl 1 bölünsün A kvadratı üstəgəl 2 bərabərdir 9. Buradan aldıq. A kvadratı üstəgəl 1 bölü A kvadratı bərabərdir 7. Alınan bu ifadəni bir də kvadrata yüksəldirik. A üstü 4 üstəgəl 1 bölünsün A üstü 4 üstəgəl 2 bərabərdir 49. Buradan da alırıq ki A üstü 4 üstəgəl 1 bölünsün A üstü 4 bərabərdir 47. 47 və 7-nin cəmi lazım idi bizə. 47 üstəgəlinsin 7 bərabərdir 54 olar. 26-cı sual. AX çıxılsın BY bərabərdir 4, CX üstəgəl DY bərabərdir 32 sistemindən X plus Y tapmaq lazımdır. A-nın qiyməti 6X. Çıxılsın B-nin qiyməti 7Y bərabərdir 4. C-nin qiyməti 8X üstəgəlinsin 4Y bərabərdir 32. İkinci təmlinin hər tərəfini böldük 4-ə. 2x üstəgəl y bərabərdir 8-dir. Bunu 7-yə vurduq. Oldu. 6x çıxılsın 7y bərabərdir 4. 14x üstəgəl 7y bərabərdir 56. 20x bərabərdir 60. X də bərabərdir 3. X 3-ə bərabərdir. İndi y tapaq gətirib burada yerinə yaza bilərik. 2 vurulsun 3 üstəgəl y bərabərdir 8. Y də bərabərdir 2-dir. Bizə lazım olan isə x plus y cəmidir. 3 üstəgəl 2 bərabərdir 5 olar doğru cavabımız. 27-ci sual. Düzgün n bucaqlılar üçün uyğunluğu müəyyən edin. N 6, 8, 9-dur. Daxili bucaqların cəmi və diaqonal sayı verilib. Demək, daxili bucaqların cəmi 180 vurulsun, n çıxılsın 2-dir. 6 olanda 180 vurulsun 4 bərabərdir 720. 8 olanda 180 vurulsun 6, bu bərabərdir 1080 edir. Deməli, A uyğun oldu 2-yə. 9 olanda 180 vurulsun 7-dir, bu da 1260 edir. Doğru cavab oldu B. Bütün diaqonal sayı. Diaqonalların sayını necə tapırdıq? N vurulsun, n çıxılsın 3 bölünsün 2. 6 vurulsun 3 bölünsün 2 bərabərdir 9-dur. 8 vurulsun 5 bölünsün 2 bərabərdir 20-dir. 9 olanda da 9 vurulsun 6 bölünsün 2, bu da bərabərdir 27-dir. 9 olan 6 idi birinci. Deməli D1-ə uyğun oldu. 20 olan Y-dir. Y ikinciyə uyğundur. 27-də yoxdur. Demək 1D, 2AB, 3 isə B oldu 27-ci sualda. 28. Məktəbdə keçirilən sərgidə 6 qız və 4 oğlan olmaqla 10 şagirddən 4 nəfərlik komanda seçilməlidir. Komandada ən azı 2 qızın olması neçə müxtəlif üsulla seçilə bilər? Ən azı 2 qız varsa, bu deməkdir ki, burada 3 qız və 4 qız da ola bilər. Birinci al, 2 nəfər qız, 6 nəfər qızdan 2 nəfər qız, bir də 4 nəfər oğlandan 2 nəfər oğlan. İndi qızların sayı 3 nəfər olsa 6-dan 3, 1 nəfər də oğlan olacaq, yəni 4-dən 1. Üstəgəlinsin kombinizon 6-dan 4, hər 4'ü qızlar olmuş olsa. Kombinizon 6-dan 2, 6 vurulsun 5 bölünsün 2, 15. Kombinizon 4-dən 2, 4 vurulsun 3, bölünsün 2, bu da elədi 6. Üstəgəl kombinizon 6-dan 3, 20, 4-dən 1, 4. Kombinizon 6-dan 4, 15'dir. Bərabərdir. 90 üstəgəlinsin 80, üstəgəlinsin 15. Bu da bərabərdir 185 edər. 29. Bakı şəhərində keçirilən tədbirə qonaqları gətirən elektrik avtobusu 180 km yol qət edir. Avtobus yolun birinci yarısını 50, qalan hissəsini isə 60 sürəti ilə gedir.
Sürətlərin dəyişdiyi nöqtədə 10 dəqiqə texniki fasilə verir. Nəticədə avtobus bütün yolu 3 saat 30 dəqiqəyə tamamlayır. 50 km sürətlə neçə kilometr yol gedib? 50 km sürətlə x kilometr yol gedib, böldük 50-yə. Bu oldu zaman. Üstəgəl 180-in qalanı, yəni 180 çıxılsın x-i də 60-la gedib. Bu da bərabərdir 3 saat 20 dəqiqə. Niyə 3 saat 20 dəqiqə? Çünki 10 dəqiqə fasilə elib və bu zaman ərzində hərəkət eləməyib. Bu da olacaq 3 saat 20 dəqiqə. 3 saat 3də 1, yəni 3də 10. Ortaq məxrəc oldu 300. Bunu 6-ya vurduq oldu 300. Deməli oldu 300-də. Bunu 6-ya vurdum 6x. Üstəgəl bunu da 5-ə vurdum. Elədir 900 çıxılsın 5x bərabərdir 3də 10. Bu oldu 3 ilə 300 ixtisar apardıq oldu 100. 6x çıx 5x. X üstəgəl 900 bərabərdir 1000. X də bərabərdir 100 kilometr. Deməli 50 km bölünsün saat sürəti ilə 100 km yol gedilib. 30-cu sual. Bərabər tərəfli üçbucağın daxilindən götürülmüş istənilən nöqtədən üçbucağın tərəflərinə qədər olan məsafənin cəminin üçbucağın hündürlüyünə bərabər olduğunu isbat edin. Daxilindən bir nöqtə götürdük. Bir nöqtə götürdük. Tutaq ki, buradan nöqtə hündürlüyü endirdim. Burada hündürlüyü endirdik. Burada hündürlüyü endirdik. Bunu ayırırıq həmən nöqtədən 3 dənə üçbucağa. Bərabər tərəfli olduğundan bütün tərəfləri A-ya bərabərdir. Onda buna deyirəm H1, H2 və H3. Bizə deyir ki, H bərabərdir. H1 üstəgəl H2 üstəgəl H3 olduğunu isbat edir. Deməli, bərabər tərəfli üçbucaq olsa da, tərəf və tərəfə çəkilən hündürlüyün hasının yarısına bərabərdir. İndi H1-i hesablayıram. A vurulsun H1 bölünsün 2 sahəsidir. A vurulsun H2 bölünsün 2. Bir də A vurulsun H3 bölünsün 2. Hər tərəfin belə yazam da. A bölünsün 2 vurulsun H bərabərdir. A bölünsün 2. H1 üstəgəlinsin H2 üstəgəlinsin H3 yaza bilirik. Bunlar ixtisar getsə H bərabərdir. H1 üstəgəl H2 üstəgəl H3 olduğunu alarıq. Teorem isbat olundu. Bu Viviani teoremi idi. İndi isə ikinci qrupların situasiya suallarına baxırıq. 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı Bakı şəhərində keçirilən sərgidə iştirak edən Orxan öz layihəsi üçün günəş paneli maketi və blok alır. Günəş paneli maketinin qiyməti blokun qiymətindən 5 manat bahadır. Satıcı ümumi məbləğə 10% endirim edir və Orxan 3 ədəd günəş paneli ilə 2 bloka 36 manat ödəyir. Orxan layihəsini nümayiş etdirmək üçün uzunluğu 8 və eni 5 metr olan düzbucaqlı formalı stend ayrılır. O stendin daxilində kənardan 1 metr məsafədə yerləşən ikinci bir düzbucaqlı sərhəd model zonası qurur. Ziyarətçilər üçün qutuda 5 yaşıl enerji, 4 ağıllı nəqliyyat və 1 yaşıl bina kartı olur. Bir iştirakçı ardıcıl olaraq geri qaytarmadan 2 kart seçir. 28-ci suala baxırıq. Blokun və günəş paneli maketinin ilkin endirimsiz qiymətini tapın. Deməli, 2 bloka 36 manat, 3 ədəd panelə 2 bloka. Panel və blok. Belə yazaq. Blokun qiyməti panelin qiymətindən 5 manat ucuzdur. Buna bir x desək, panelin qiyməti də oldu x üstəgəl 5. 10% endirimdən sonra 30 alıbsa, demək 90%-i 36 olan bir ədəd tapmalıyıq. 36 vurulsun 90 bölünsün 36 vurulsun
100 bölünsün 90. Bu da oldu 40. Deməli 40 manat olub əvvəl. İndi baxaq. 2 blok, 2 vurulsun x. 3 ədəddə panel. 3 vurulsun x üstəgəl 5 bərabərdir 40 ödəməli idi. Bu da oldu 2x üstəgəl 3x üstəgəl 15 bərabərdir 40. 5x bərabərdir 25. X də bərabərdir 5. Deməli, blokun və günəş panelinin ilkin endirimsiz qiyməti. Blok 5 manat, panel isə 10 manat olub. Keçdik 29-cu suala. Deməli, belə bir yer ayrılıb Orxan üçün. O, bunun daxilində hər tərəfdən 1 metr məsafədə. Deməli, bura 5 santimetrdir, bura 8. Hər tərəfdən 1 metr qısaltsaq, bura 3 olacaq. Hər tərəfdən 1 metr qısaltsaq, bura 6 olacaq. Bunun sahəsi 3 vurulsun 6 bərabərdir 18 olar. Qurulan model zonanın sahəsini soruşurdu bizdən. Və 30-cu sual. Seçilən hər iki kartın yaşıl enerji olması hadisəsinin ehtimalını tapın. PA. Deməli, burada 10 dənə kart var. 10 dənə kart. 10 dənə kartdan yaşıl enerji olması. Sonra geri qaytarmır deyənə qaldı 9 dənə kart. 9 dənədən yenə yaşıl, hər ikisinin yaşıl enerji olması. Artıq biri çıxarılıb deyənə yaşıl enerjisində 4 dənə qalıb. 9-dan 4. Bu da oldu 90-da 20, 0-a ixtisarlar, sıfırlar getsə, yəni 10-a bölsək, bu da oldu 9-da 2.